Savaş. Əziz və hörmətli qonaqlar, Eviyyət adından deyirəm və biz musiqilər adından deyirəm. Hamınız xoş gəlirsiniz, hamınızın ağzınıza soğum. Buraya bax, bu Maşabaşa Daşçıoğlu Burcunu Məhəmmədin bu oğlu var, 2000 başlıdır adı, o vaxt uşaq vaxtı qoyurlar. Bunun toyunu ilə aparırıq ki, götünüzü sikərəmli hərəkət edərsiniz ha burada. Ruskatlarımız da Amcaqabuldan gəlib. Onları gərək görsün, elə şənləndirək ki, görsünlər ki, nə, burada toy nə gözəl keçir. İndi sözü verək öygəsinə, Maşabaşa Daşçıoğlu Burcunu Məhəmmədə, Məhəmməd yaxın ya görüm qadağalım. Bir ürəkli sözlərinizi, hoş gəldiniz Rasim müəllim. Mən də bir öygəsi kimi qonaqlara ona deyə bilərəm. Getsinlər, içsinlər, ancaq götlərini sikərəm. Bir adam burada lişini söhbət eləyər. Anasını başlığını sikərəm ha, qız əvəzinə. Tamata nədir, onu içsinlər. Çox sağ ol, çox sağ ol. İndi deyirəm, ha gözəl insanlar, ha gözəl, belə mehriban, sikəmənlər. Sizə nə arzulayıram, can sağlığı. Biz Dədə Ələsgərin tədrisi ilə başlayıb məclisimizi deyirəm. Dədə Ələsgər yazır ki, evinə qoymuşdum amanatını, topuğuna sallanıb qaşığının yunu. Ay, onun arasından uzadım bunu təzə gəlini deyir ha. Görənlər desinlər, haqqı var eylər. Ələsgər nə desin belə gəlinə? Çıxarsın, versin onun əlinə. Sürsün dodağına, soxsun götünə, görənlər desinlər, haqqı var eylər. Alqışlarınızı eşitmirəm, qardaşlar, ona söhbəti. Çox sağ olun, var olun, canınız sağ olsun. Bununla da gecəmiz deyirəm, xeyrə qalsın. Mən nə arzulayıram? Təzə gəlinin də ağzına soxum, bəyin də ağzına soxum. Onlara sağlamcan arzulayıram ki, ömürlərin axarına kimi bir-birinin ağızlarına versinlər, şad xürrəm dolansınlar. Sağ olun, gecəmiz xeyrə qalsın. Alqışlarınızla çox sağ olun.